ki heç kim bilməsin. Mən də necə sənə söz vermişdim, elə də Kamil müəllimə söz verdim ki, heç kim heç nə deməyəcəm. İndi niyə görə Kamil müəllimin sirrini mən sənə deməliyəm? Bana nətər cin yandırır ha bu? Nətər yanı niyə deməliyəm? Mən o artıq pulu sənə niyə görə verirəm? İmran, səsini qaldırma. Sən mühasibsən. Verdiğin pul ise Kamil müəllimin puludur. Sana bir söz diyeyim. Gözümdə məni ağartma. Sen mənə heç nə eləyə bilmərsən. Mən artıq Kamil müəllimin də etibarlı adamıyam. Və səndən fərqli olaraq Kamil müəllim kifayət qədər mənə hörmət qoyur. Yaxşı. Yaxşı. Kimə zəng edirsən? Bəli müəllim, olar. Sırğanın pulunu nə vaxt verirsən? Sən nə sırtıq adamsın. Hələ üzün də var, məndən sırğa pulu da istəyirsən. Başqa sözün yoxdur ki? Var. Amma mənim sözümdür. Odur. Odur. Buyur müəllim. Yaxşı olmadı imam. Nədir o yaxşı olmayan? İmrandan Akif imam. Üz-üzə gələndə utanacağım. Deyəcək anamı yola vermə. Слишком далеко. Deməsə də ürəyində fikirləşmə. Sən indi ananı qoyub İmranın dərdini çəkəcəksən? Belə fikir çəkirsən, qaynının əl-ayağını yığışdır da. Я пока что не могу это использовать.
Əbdül bizim canımızı boğazımıza yığıb, bacısı da sənin. Səbir qızı bas. Hər şey yaxşı olar. Sənin səbrinin sonu olacaq ya yox? Nə vaxta qədər arvadının nazı ilə oynayacaqsan? Xanımının xətrinə dəyməsin deyə uşağından keçmisən. İndi nəyin davasını edilir? Ürəyim partlayır ya Fat. Niyə o sənin üstə çəmkirəndə cavabını qaytarmırsan? Nədir sənin əski işin? Yeri gələndə deyə bilməzsən ki, ya kişiyəm, əcəb eləmişəm. Deyə bilməzsən ki, ya xoşun gəlmir, çıx get. Heç yerə də gedəsi deyil, mama. Kamil dinləmədikcə ayağı yer alır. Xox gəlir də. Afaq. Nə afaq? Nə afağı? Arvadına gücün çatmır, hirsini bacının üstünə tökürsən. Tələsmə mama. Az qalıb. Bir həftə demisən də. Gərək dözəm. Amma Kamil, bu bir həftədə dalınca gəl. Görək bu bir həftədə nə dəyişəcək. O dediyin düzələndən sonra gələrsən dalınca. Пошло пососала, вернулась. Шлюха ёбаная. Вернулся интеллект. Сосание. Слишком далеко. Vaxtı gəlişdi. Sənə deməmişdim, tez gəl. Adam çox idi da ana. Hardasa 20-30 nəfər olardı. Necə deyim ki, mən evə tez qayıtmalıyam, birinci mən buraxım. Kimdir qəzaya düşən? Vəziyyəti necədir? Nə tanırsan, hə? Yaxşıdır, narahat olmamla. Atı gəlib? Gəlmişdi. Nənə ilə bibini apardı. Nənə getdi? Зе-ха-ха-ха-ха-ха-ха. Зе-ха-ха-ха-ха. Hiss edirəm ki, çox əsəbsiz. İmran müəllimlə sizin sözünüz niyə çəp gəlib mən bilmirəm. Mane oluramsa mən çıxa bilərəm. Yox, mən xahiş edirəm, əyləşin. Mənim heç kəsdən gizli sözüm yox. Ofeli xanım, elə bilirəm məni düz başa düşərsiniz. Buyurun. Bilirsiniz, mən bir valideyn kimi narahatam. Bugün mənim oğlum Fuad Kamillə görüşə gedib. Yəni bizim nişanlı qaytardığımız qızın atasının yanına gedib. Siz də dünən mənim oğlum Fuadla bir yerdə olmuşsunuz. Tamam, mənim. Xahiş edirəm mənim sözümü kəsməyin. Mən inanmıram ki, bütün bunlar hamısı təsadüfən baş verib. Bilirsiniz, mən valideynəm, təkrar edirəm. Oğlumun taleyi üçün çox narahatam. Mən bilmək istəyirəm ki, mənim oğlumun başında nə var, hamısını bilim. Onun Kamilin yanına getməsində istəyi nədir, arzusu nədir? Xahiş edirəm, əgər vacib söhbətdirsə danışın. Yox, yox. Vacib söhbət deyil. Bəli. Alper,
Ferman müəllim. Bəli, bəli. Ne yaxşı ses gəlir ona. Moc grom Bəli. Ay Ferman müəllim. Bəli, bəli. Başqa sözünüz var? Deyirəm, yəni sözünüz bitdi. Başqa sözünüz varsa deyə bilərsiniz. Buyurun. Görə bilirəm ki, mən deyə biləcəyim sözlərin hamısını dedim. Əgər lazımsa yenə təkrar edeyim. Mən bilmək istəyirəm ki, oğlum Fuad bugün Kamillə niyə görüşə gedib? Əgər siz bir şey bilirsinizsə, xahiş edirəm mənə deyin. Siz oğlunuzla küsürürsünüz. Yox. Deyirəm, yəni danışırsınız. Bəli. Gedin oğlunuzdan soruşun da. Sizə kim ixtiyar verir ki, siz məni sorğu-suala tutmursunuz? Sizin oğlunuz Kamil müəllimlə görüşürsə, onu mən cavabdehliyi daşımalıyam. Ofeliya xanım. Sonra, nədir, mən mebel mağazasına gedə bilmərəm. Gedə bilərsiniz. Niyə getmirsiniz? Siz niyə belə əsəbi danışırsınız? Xahiş edirəm, səsinizi qaldırmayın. Mən sizin oğlunuzla görüşə getməmişəm. Mebel mağazasına mebel almağa getmişəm. Sizin oğlunuz isə hara gedir, hardan gəlir, gedin onun özündən soruşun. Ofeliya xanım. İki kişi də məni bir odağa salın. Mühakimə eləməyə ixtiyarınız yoxdur. Да пребудет Хорошо. с тобой свет, да благословит тебя. Береги себя. Здорово! Скорой встречи! Доброго пути! Alo, Eşitdin Fuad? bəli Ofeliya xanım. Sağ olun. Dəyməz. Amma yaxşı vaxtında zəng elədin ha. Nə yaxşı zəng eləmişdin? Alo, Bəli Ofeliya xanım. deyirəm nə yaxşı zəng eləmişdin? Mən Nərgizlə görüşdüm. Danışmışam. Xarici pasportunu sizə verəcək. Onu zəhmət olmasa mənə çatdırın. Diye güzel. Bəli. Xoşbaxt olun Fuad bəy. Baş üstə çatdıraram hələlik. Sağ olun. Ну, я слушаю. До скорой встречи! Горгром драконоед. Я же этот квест выполнял. Судно еще не готов.
Hoje o nosso Larissa Larissa. Чем могу помочь? Береги себя. Удачи. Доброго пути. Береги себя. Axşamın xeyir, Atyaman. Xoş gəldin. Hər vaxtın xeyir. Yemək yeməlisən? Telma. Süfrəni qonaq otağında açmışam. Yemək yeməmişəm, amma heç iştahım da yoxdur. Bir yeməklər pişirmişəm ki, qoxusu burnumun ucuna gəlib çatan kimi iştahın açılacaq. Gəl. Xeyir ola. Xeyirdir inşallah. Fuad sevindirib məni. Nə olub ki? Gəl deyəcəm. Fuad evdədir. Hə, evdədir, gəl. Türkiye'de dediğin o sergi var idi. Fuad oraya gitmek istəyir. Burada sevinməli nə var ki? Gəlir. O özü desin. Axşamın xeyir ata. Salam, xoş gördük. Əyləş. Anan deyir ki, Türkiyəyə getmək istəyirsən. Xeyr ola. Hardan düşdü yadına? Ata, mənə bağışla, dünən mən sənə yalan danışmışam. Dünən mağazaya gələn xanımın Kamilin qulluqçusu olduğunu mən bilirdim, özü dedi mən. Kamil onunla mənə ismarıcı yollamışdı. Nə deyirdi ki? Güya indi xəbər tutub, nişan qayıtdıqdan sonra onun qızından görüşdüyümü. Nə bilim, mədə qorxu gəldi, asaram, kəsərəm, belə eləyərəm. Você já se cansou de servidores chatos de Minecraft? Vem comigo que eu vou te mostrar a solução e te dar um...
Biz bunu dünən niyə demədin ki? Düzə ehtiyat elədim. Dedim birdən eşidib əsəbləşərsən. Həm də istəmədim artıq söhbət olsun. Ona görə bugün özüm getdim yanına. Kamili. Hə. Girdim otağa, gördüm. Başladı yekə-yekə danışmağa. Sən düz deyirmişsən, ata. Pulunu qudurdum. Heç gözləməzdim. O bizim tanıdığımız Kamil deyilmiş. Ben istedim hörmət saxlayayım. Gördüm yox, bu elə baş aparır. Getdikcə qızışır elə. Sözünü də alını qoymadım götürməyə. Bir ikisini də mən dedim. Çıxdım otaqdan. Nə dedin? Bir ikisini de ben dedim, çıktı da kıskanmaz. Ладно. Единственный вопрос, где алтарь Гока, блядь? Рядом с алтарем Гока. Хорошо, я понял. Все предельно понятно. Biz bu altar Goka nədir? Hardadır? Что привело тебя сюда? Məsləhətləşmək, nə? Niyə qoymaq olmaz şey? Я чувствую себя идиотом,
которые нихуя не понимают. Но я правда нихуя не понимаю. Где алтарь Гока? Bля. Bu niyə demirsiniz mənə ki oradadır? Biz mən hardan bilim, mən yazıq. Nə bilim ki bura getmək lazımdır. Dedim danışıb niyə coşursunuz? Nərgiz mənə hər gün zəng edirdi, ağlayırdı, sıtıkırdı, yalvarırdı. Mənim ürəyim ağrıyırdı, gedib görüşüm. Nə də qorxub yox istəyir, küçələrdə qalmamışam. Dedim o qızınız, o da siz. Vəssalam sözümü dedim, çıxdım ben. Dedi Kamil 100% gedib söhbəti evdə danışacaq. Nərgiz də gündə 100 dəfə başlayacaq yenə zəng eləməyə. Ona görə dedim, çıxım gedim buralardan bir müddət olmayayım şəhərdə. Deyirəm, bəlkə də heç Dilarəgilin xəbəri yoxdur ha bu məsələdən. Ona görə o qulluqçusunu salıb ortalığa. Öz pis əməllərini ört-bastır eləməkdən ötəri. Bir yandan ürəyə gedir, o biri yandan da qabaqdan gəlmiş deyilir. Şəfiqəm, dur. O tozlu Zahidin gətirdiyi Niyə belə gec gəldin? Nərgiz gəlir. Bəlkə Nərgiz qalır. Farisan. Я не могу атаковать эту цель. Yatır. Yaxşı yol ver keçim. Sualıma niyə cavab vermədin? Nə sual? Nə olub Sadiqlərə? На пиках. Bilgəyə getmişdi.